hərəkətdə olan İran qüvvələrinin hədəfləri olaraq hansı hədəflərdə, hansı obyektlərdə yerləşib, hardan fəaliyyət edəcəyi İsrail tərəfindən izlənəcək və bunun üçün də belə desək, həm Amerika, həm İsrailə müvəqqəti atəşkəs uyğun idi. Eyni qaydada da İran da eyni kəşfiyyat məlumatlarını öz müttəfiqlərinin Sputnik vasitəsilə də qarşı tərəfə aparır. Buna misal olaraq hədəfləri göstərək. Eyni zamanda 6 İran şəhərinə zərbələr endirilib. Onlardan deməli İsfahan, Təbriz, Nəcəf şəhərləri, Nəcəf deyil, səhv etmirəmsə, deməli Kirmanşah, Nəcəfabad və Karas vilayətinə eyni vaxtda zərbələr endirilib və hər iki tərəfdən də İran Səudiyyə Ərəbistanının Sultan hava limanına, İsrail isə İranın Tehranda yerləşən Mehrabad hava limanına zərbələr endirir. Bu nədən söz verir? Bəhs edir ki, həmin dövrdə İrana gətirilən həm silah, həm təchizat, eləcə də mütəxəssis baxımından lazım olan vasitələrin nə ilə gətirildiyi və kimin hansı zamanda gətirdiyi müşahidə olunur. İsrailin əsas hədəflərindən biri müharibənin o dönəmidir ki, bu müharibənin adını belə adlandıraq, İsrail-İran müharibəsinin yeni dövrü. Və bu yeni dövr sarsıdıcı, daha sarsıdıcı zərbələrlə tamamlanacaq. Və bu dövrdə İsrailin əsas məqsədi İranın yenidən bərpasına, İran qruplaşmalarının İsrail dövlətinin ətrafına yığışmasına imkan verməməkdir. İranın da əsas məqsədi İsrailin İranına tabi olan prorusiya qüvvələrinə zərər verməməsidir ki, bilirsiniz ki, əsas müharibə məqsədi də İran rəsmilərindən göstərilir ki, Livanda olan İranın prorusiya qüvvələrinə qarşı sizin qeyd etdiyiniz Hizbullah, Həmas, Husilər, onlara endirilən zərbələrdir. Amma əslində bütün mətbuatı izləsək, xarici mətbuatı izləsək, təhlil edə bilər ki, artıq bu İsrail-İran müharibəsindən çox iqtisadi bir müharibəyə çevrildi. Artıq körfəz müharibəsidir və İran körfəzinin tamamən İranın əlindən alınmasıdır, İrandan təzyiq edilməsidir. Bu minvalla biz ola bilsin gələcəkdə İran körfəzinin quru ilə dəniz sahili arasında olan sərhəd boyu, yəni belə desək, sahil boyu hissələrində Amerika qoşunlarının, yəni desant çıxarma prosesini ola bilsin gördük və bunun üçün də bu rəkat zərbələri aparılır. Və buna qarşılıq da İsrail də çox gözəl şəkildə anlayır ki, İran da buna qarşılıq verəcək və İsrailin quru sərhədlərində olan prorusiya qüvvələr, İrana mənsub prorusiya qüvvələr İsrailin daxilində əməliyyat keçirməyə hazırlaşacaq. Bu qarşılıqlı fəaliyyətdir. Quru qoşunlarına qarşı quru qoşunlar, raket zərbələrinə qarşı raket zərbələri siyasi böhran, iqtisadi böhran yaratmağa, iqtisadi böhranı əldə etmək, yəni İran qeyd etmişdir ki, əgər İsrail-Amerika müharibəsi başlayarsa, bu dünya iqtisadiyyatına böyük bir təsir edəcək və bu təsir də hər kəsə göstərdi. İndi qarşılıqlı olaraq bu böhran iqtisadi maliyyə baxımından Amerika bunu öz belə desək, iqtisadiyyatı üçün sərf edəcək. Müharibənin uzanma prosesi ola bilər, yəni bir ayda çəkə bilər müharibə, amma 3 ay ərzində, səhv etməmişsə 2 ay ərzində biz atəşkəs gördük. Və bu yetərli hər iki tərəfin davamlı müharibə etməsi üçün bir zaman olur. Biz bunları görəcəyik və çox maraqlıdır ki, Züreyyə xanım, çox maraqlıdır ki, mən gözləyirdim ki, bu olacaq. Səbəb oydu ki, Rusiya ilə Ukrayna arasında artıq hər hansı bir danışıqlar masasına, bir görüş mərhələsinə keçid var. Rusiya-Ukrayna müharibəsi ilə İsrail-İran müharibəsi tərs mütənasib qardaşdırlar. Bunu idarə edən mərkəzlərin eyni mərkəzlər olduğunu sübut edir və bu da buna hazırlıq gördük ki, biz İranla İsrail müharibəsinin dondurulmuş vaxtında Ukrayna Rusiya cəbhəsində irəliləyiş əldə etdi və Ukrayna qoşunları göstərdi ki, bir neçə məntəqələri azad etdi, Rusiyanın dərinliyinə dron əməliyyatı keçirdi və bu fazada İran-İsrail müharibəsi dondurulmuşdur. İndi biz sağ fazanı görürük ki,
Rusiya-Ukrayna prezidenti arasında danışıqlar gözlənilir. Hər hansı bir olduqları nöqtədə dayanma göstərir, amma İran-İsrail müharibəsində aktivləşmə getdi. Təbii ki, yatmış vulkandır, zamanı çatdıqca püskürəcək və tam məqsədə çatmağa görə. Burada da biz bu müharibənin adını məqsədlərlə ifadə etsək, görərik ki, İsrailin əsas məqsədi və bu məqsəddən dönməyərək İran dövlətinin rejimin, yəni quruluşunu dəyişməkdir əsas məqsədi. Nəyin bahasına olursa İsrail bunu davam etdirməyə çalışır. Amerikanın məqsədi burada dünya neft strategiyasına sahib olmaqdır. Çin kimi, Pakistan, Koreya kimi dövlətləri, digər dövlətləri öz nüvəsi dəstə salmaqdır. İranın da ana məqsədi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaqdır. Sırf burada dünyaların, bir-birinə əks dünyaların kəsişməsidir. Qərəzli, şiddətli, bir-birinə nifrət dolu, nifrət bəsləyəcək dövlətlərin müharibəsidir. Yəni, İsrail-İran müharibəsinin Qarabağ, Qüstas kimi müharibədən spesifik bir xüsusiyyəti var ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi ola bilər. Yəni, mən bunu gözləyirəm, bu müqavilə ola bilər. Çünki uzun müddət, 70 il ərzində qonşuluq prinsipləri olub. Amma İsrail ilə İran arasında hər hansı bir sülhün olmasına mən inanmıram. Çünki hər iki dövlət bir-birinin dövlətçilik baxımından yaranmasına, tarixinə zid, bir-birinə qarşı ciddi təhriklərlə, bir-birinə qarşı biləcək nifrət dolu yaşam prosesi həyata keçirilir. İsrail çox gözəl başa düşür ki, İranın nə prost qüvvələri ilə, nə İranın müttəfiq qoşunları, nə İran dövləti ilə o quru sərhədində, onun quru sərhədində bu qruplaşmalar, yəni belə desək də, Ermənistan Azərbaycan kimi qonşu dövlət ola bilməz bunlar, yaxın ərazi olar, coğrafi baxımdan. Ona görə də bütün bu müharibənin ikinci ana hədəfi İrana bağlı olan, İsrailin yaxınlığında yerləşən bütün qüvvələr sıradan çıxarılma məqsədi var. İsrailin əsas məqsədi budur ki, bütün qüvvələr İran-İsrail haqqında düşünəndə əlin atacaq, onun yaxınlığında bir qruplaşma qalmasın. Məsələn, Husilər, məsəl üçün Hizbullah, məsəl üçün Həmas bunu düşünür. Amma burada bir məsələ var ki, İranın insan sayı, insan resurslarının sayı belə desək, yetərincə 10 illik müharibəni, fiziki itkiləri qarşılayacaq qədər, yəni varıdır onun insan resursları var və bu resurslar da İran tərəfindən yetişdirilir, dini, belə desək, irqi, mənəvi hazırlanmış, belə onların deyimlənsə, fədailərin hazırlanması ilə bu proses gedir. Ona görə də İsrail və Amerika çox sayda raket lazım olmalıdır ya da dağıdıcı bir raket sistemi yaratmalıdır. Və ciddidir. Bu iki dövlət arasında hər hansı bir sülh danışığı, hər hansı bir dayandırma mümkünsüzdür. Biz o vaxtına görəcəyik sülhü, bu dövlətin bu yeni müharibənin yeni fazasında daha doğru cümlə belə ifadə etsək daha yaxşı olar. Yenə də dünya iqtisadi böhran yaşadığı halda dünyanın aparıcı ölkələrin təsiri nəticəsində bu müharibə yəni bir müddət dayana bilir. Amma bu müharibə qış aylarına qədər bitməzsə, yəni hər iki dövlət üçün, bu dünyada çox böyük bir iqtisadi, qlobal, siyasi proseslərə təsir edəcək, yaxşı təsir etməyəcək nəticələrlə özünü göstərməkdə olacaq.